göllerden seller, alkışlar bizi doldursun. Haleluya. İzzetini gösteren, kudretini gösteren, İzzetini göster bize, İzzetini göster bize İsa. Haleluya. İzzetini gösteren, kudretini gösteren, İzzetini göster bize. Haleluya, haleluya, haleluya. İzzetini göster bize İsa. Sen layıksın. Haleluya. Göller açıldı İrem, gözlerik biz senin yüreğinden. Çaylar aksın Rem, koy göllerden seller, alkışlar bizi doldursun. Haleluya. Göller açıldı İrem, gözlerik biz senin yüreğinden. Çaylar aksın Rem, koy göllerden seller, alkışlar bizi doldursun. İzzetini gösteren, kudretini gösteren, İzzetini göster bize, göster bize İsa. İzzetini gösteren, kudretini gösteren, İzzetini göster bize. Haleluya. Göller açıldı İrem, gözlerik biz senin yüreğinden. Çaylar aksın Rem, koy göllerden seller, alkışlar bizi doldursun. Haleluya İsa. Göller açıldı İrem, gözlerik biz senin yüreğinden. Çaylar aksın Rem, koy göllerden seller, alkışlar bizi doldursun. Koy göllerden seller, alkışlar bizi doldursun. Аллилуйя, аллилуйя. Вся слава тебе, наш Бог, вся слава тебе, Иисус. Аллилуйя. Бог, ты живой в нашей жизни. Мы любим тебя, мы славим тебя. Аллилуйя, ты наша радость. Живи в нас, Господь. Аллилуйя. С надеждой в начале дня, с
мы благодарим Тебя. Аллилуйя. Аллилуйя, Господь. Мы поклоняемся Тебе, наш Бог. Иисус, мы любим Тебя. Мы любим Тебя, наш Бог. Аллилуйя. Сядь Тебя иzzeti, doğdum ki senin adını ucaldı. Bütün mehlukları nehmesi seslenir. Tek bir nehme var ki sana ucaldıran. Tek sen layıksan, tek sen layıksan. Benzeri yok, yalnız sen İsa. Tek sen layıksan, tek sen layıksan. Benzeri yok, yalnız sen İsa. Ebedi Tanrısan, bütün öz evimi kurdu Rabbim sen benden. Meleklerin bile okuyabilmediğim şükür nefesini verdin yüreğime. Tek sen layıksan, tek sen layıksan. Benzeri Su demesi, sen vardın varsa geleceksen. Semalardan tahtın var, ülvi, ülvi. Kanı akıdılar salep, hatta sevgisini sübüt eden İsa Mesih kucağımızdan. Ülvi, ülvi, su demesi. Vardın varsa geleceksen. Semalardan baktın var. Kanı akıdılar salep, hatta sevgisini sübut eden İsa Mesih kucağımızda. Tek sen layıksan, tek sen layıksan. Лишь ты достоин, нет подобных, только ты, Иисус. Лишь ты достоин, лишь ты достоин, нет подобных, только ты, Иисус. Агнец Божий и Христос, кто был, кто есть и вновь грядет, занял в небесах ты трон. Святый,
святый, праведник, проливший кровь, Ты доказал Отца любовь. Иисус Христос, будь вознесен, святый, святый, Агнец Божий и Христос, кто был, кто есть и вновь грядет, занял в небесах Ты трон, святый, поклоняйся Ему, праведник, проливший кровь, Ты доказал Отца любовь. Иисус Христос, будь вознесен, лишь Ты достоин, лишь Ты достоин, нет подобных, только Ты, Иисус, лишь Ты достоин, Иисус, Ты достоин, нет подобных, только Ты, Иисус, лишь Ты достоин, нет подобных, только Ты. Поклоняйся, церковь. Только Ты, лишь Ты достоин, лишь Ты достоин. Лишь Ты достоин, лишь Ты достоин, нет подобных, только Ты, Иисус, лишь Ты достоин, лишь Ты достоин, нет подобных, только лишь Ты достоин. Господи, Ты достоин. Аллилуйя, Иисус. Нет подобных, только Ты, Иисус. Лишь Ты достоин, лишь Ты достоин. Нет подобных. Иисус, Ты достоин, Иисус, Ты достоин, лишь Ты достоин, лишь Ты достоин. Нет подобных, только Ты, Иисус, Агнец Божий и Христос, кто был, кто есть и вновь грядет, занял в небесах Ты трон, святый, святый, праведник, проливший кровь, Ты доказал Отца любовь. Иисус Христос, будь вознесен, святый, святый, Агнец Божий и Христос, кто был, кто есть и вновь грядет, занял. Святый, святый, праведник, проливший кровь, Ты доказал Отца любовь. Иисус Христос, будь вознесен, лишь Ты достоин, лишь Ты достоин, Ты достоин.
только Ты, Иисус, лишь Ты достоин, лишь Ты достоин. Нет подобных, только Ты, Иисус, лишь Ты достоин, лишь Ты достоин. Нет подобных, только Ты, Иисус. Нет подобных, только Ты, Иисус. Нет подобных, только Ты, Иисус. Возвысь голос к Нему, поклоняйся, церковь. Benim sevimim nece güzelsen, senlerin içinde. Benim sevimim nece güzelsen, senlerin içinde. Yeshua.
Halleluja. Halleluja. Biz sənə minnətdarıq, Rəbb. Господь, мы благодарим Тебя. Xeyir dua veririk bu günə, Tanrı. Благослови сегодняшний день, Ona görə ki, sənin izzətin bu gün bizim üçün açıqdır, потому что Твоя слава сегодня открыта для нас. bizim üçün əl çatandır Она доступна для нас. və biz buna görə sənə minnətdarıq. И из-за этого мы благодарим Тебя. Və bütün günü biz sənə minnətdar olacağıq. И весь день мы будем благодарны Тебе. Biz sənə minnətdarıq, uca Rəbbimiz. Наш дорогой Господь, мы благодарим Тебя. Çox sağ ol, Tanrı. Спасибо Тебе, Sənin Господь, dirilişinə görə. за то, что Ты воскрес, Ona görə ki, sən bu gün əbədisən что Ты сегодня вечен. və bu günlərim sən əbədiyyət bağışlayırsan. И сегодня Ты даруешь нам вечность Öz məbədinə для Своей Церкви. və sənə iman edən hər kəsə, Tanrı. И каждому, кто верует в Тебя. İsa Məsih müqəddəs isminə. Во имя Святое Иисуса. Tanrı, biz sənin qabağında qaldırırıq uşaqlarımızı. Господь, мы перед Тобой поднимаем Xeyir dua наших veririk детей. onların hər birinə, Tanrı. Благослови каждого из них, Onların hazırki vəziyyətinə, их nынешнее состояние onların gələcəyinə, Tanrı. и их будущее, Ki onların həyatın hər bir mərhələsi чтобы каждая стадия их жизни, səninlə dolu olsun. она была наполнена Тобой, O səninlə anlayışlı olsun, xatırlamalarla dolu olsun. чтобы она была наполнена вспоминаниями о Ki Тебе, onlarda daimi əminlik olsun, Tanrı. чтобы они были уверены в Тебе, Ki imanda və sədaqətdə sənə daima sadiq qalsınlar. чтобы они были верны Тебе и были в вере, Və səni onları hətta hər addımlarında qoruyasan, и в каждом их шаге защищая их, müdafiə eləyəsən, aparasan, yönləndirəsən, ata. чтобы Ты вмешивался в их жизнь, чтобы Ты вел их İsa жизнь. Məsih müqəddəs ismi ilə, Во Tanrı. имя Святое Иисуса. Tanrı, biz eləcə də qarşında qaldırıq ölkəmizi. Господь, мы также молимся за naшу страну. Xeyir dua veririk, Tanrı. Мы благословляем. Sənin xeyir dua verən ölkəyə, Tanrı. Ты благослови эту страну, Bu torpağa, onun sərhədlərinə, эту землю, эти территориальные İsa целостности. Məsih müqəddəs ismi ilə Во имя Иисуса qoy Христа. daima sənin xeyir duan axsın bu ölkəyə, Tanrı. Пусть постоянно Твои благословения изливаются Qoy на эту страну. ölkə həm daxili siyasətində, həm də xarici siyasətində rifaha malik olsun. Пусть во внутренней и внешней политике всегда будет процветание. Sosial irəliləyişə malik olsun. Пусть будет социальное продвижение. İnsanların ailə məişət şəraiti yaxşılaşsın. Пусть житие людей, оно улучшается. Onların rifahı düzəlsin.
Пусть они процветают. Biz xeyir dua veririk hər bir rəhbərə, hər bir hakimə, Мы благословляем каждого человека, стоящего в власти. hər bir icra orqanlarına, İsa'nın müqəddəs ismi ilə. Каждую исполнительную власть во имя Иисуса Ki Христа. onlar daima mühafizəndə olsun sənin. Пусть каждый из них будет в твоей защите. İsa Məsihin müqəddəs ismi ilə. Во имя Святого Иисуса мы Ata, biz sənin молились. qabağında sənin ölkəni qaldırırıq, İsraili qaldırırıq. И Господь, Отец, мы поднимаем пред Тобой Израиль. İbrahimin, İsaqın və Yaqubun tanrısına xeyir dua veririk. И мы благословляем землю Исаака, Ölkəsinə xeyir dua Иакова. veririk. И, Biz İsa Məsihin yaşadığı Abrahama. ölkəyə xeyir dua veririk. и мы благословляем землю, где жил Иисус Христос. İsa Məsihin doğulduğu torpağa xeyir dua Мы veririk. благословляем землю, где родился Və Иисус. İsa Məsihin yenidən qayıdışı olan ölkəyə xeyir dua veririk. И мы благословляем землю, куда Ki вернется daima Иисус. səmada sülh olsun. Пусть постоянно над этим небом будет мир. İsa Məsihin müqəddəs ismi ilə. Во имя Иисуса Христа. Haleluya. Аллилуйя. Əziz məbəd, burada ehtiyaclarımız var, kifayət qədərdir. И также у нас есть множество нужд. Xüsusi biz ehtiyatla yanaşırıq ehtiyaclara И мы с особым трепетом Həssaslıqla относимся yanaşırıq. к каждой нужде. və bilirsiniz, Rəbb də buna qarşı diqqətlidir. И вы знаете, что Бог, Он очень внимателен. Bəlkə də çoxları göz yaşları ilə yazıb öz И, ehtiyaclarını. может быть, многие из вас, они со слезами писали. Sizə deyim ki, Rəbb qələbə verib hər birinin üzərində. И я хочу вам сказать, что Господь даровал вам O победу. qələbə verib məbədə. Он даровал победу церкви. İsa Məsih müqəddəs. Gəlin öz iman əllərinizi uzadaq və dua Давайте edək. протянем наши руки веры. Ata İsa Məsih müqəddəs ismi ilə Отец, во имя Иисуса Христа, biz qarşında olan hər bir ehtiyacı qaldırıq qabağında. мы поднимаем пред Тобой каждую нужду. Biz bütün ehtiyaclara bərpanı deyirik. И мы провозглашаем восстановление. Bütün xəstələrə şəfa almasını deyirik. И каждому больному человеку исцеление. Dərəcəsindən, xəstəliyin diaqnozundan asılı olmayaraq hər bir xəstəliyə şəfalı ol deyirik. Вне зависимости от состояния и степени болезни, İsa мы Məsih'in говорим müqəddəs исцелись ismi ilə во имя biz Иисуса bəyan edirik Христа. azadlığı. И мы провозглашаем освобождение, İsa Məsih'in yaralarında azadlığı. освобождение в ранах Иисуса Христа. Hər bir asıllılıqda olan, xəstəliklərdə olan hər bir asıllıq narkotikdən, siqaretdən asılılığı biz qadağan edirik. И мы просто запрещаем каждую зависимость от наркомании, от никотина. Hər bir içki ruhuna qadağan edirik. И мы запрещаем духу спиртного İsa'nın müqəddəs ismi ilə во имя Иисуса Христа. biz bəyan edirik Rəbbimizin qanını, И мы провозглашаем кровь Иисуса Христа, onun dirilişini Его воскресение. bu gün də İsa Məsihin ismi ilə И сегодня və biz sənə minnətdarıq и мы Tanrı благодарим Тебя, ki, Господь, hər bir ehtiyac что каждая нужда bu günlərim sənin qabağında həllini tapır. сегодня находит ответ перед Тобой İsa'nın müqəddəs ismi ilə. и разрешается во имя Иисуса Halleluya. Христа. Və bütün xalq desin. И весь народ да скажет: Amin, 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 amin. Xoş gəlmisiniz əziz məbəd. Buyurun добро Rəbbə alqış пожаловать, verək. дорогая церковь. Və ilk dəfə gələnləri mən xüsusi salamlamaq istəyirəm. И те, Varmı которые birinci пришли dəfə первый gələnlər раз, məbədə? я приветствую их Əgər особенно. varsa zəhmət olmasa əllərinizi qaldırın. Bəli, iki xanım burada var. Xoş gəlmisiniz deyirik. Добро пожаловать. Və yığıncağın sonuna qədər bizimlə qalın. И до конца собрания будьте с нами. Bu yığıncaq sizin üçün təşkil olunub И это собрание, оно создано для ki, вас, Allahın lütfünü görəsiniz. чтобы вы видели благодать Божью. Dostlar, bir-birinizi salamlayın və əyləşin И, Rəbbin друзья, huzurunda. поприветствуйте друг друга и присаживайтесь. Halleluya. Rəbbə izzət olsun. Вся слава да будет Hər birinizi Господу. görməyə şadıq И я очень рад видеть всех вас. və yığıncağımızın adətini olaraq şahidçiliklə başlamaq istəyirəm. И я хотел бы начать со свидетельства. Və bilirsiniz, hər birimizin həyatında şahidçiliklər var. У каждого из нас в жизни есть свидетельство. Və bu xüsusi olaraq iman eləyən hər bir kəs üçündür şahidçilik. И свидетельство, оно относится к каждому человеку, кто верует в Бога. Bütün bunlar İsa Məsihin qələbəsindən bəhs eləyir. И все это говорит о победе нашего Господа. Amin. Rəbbə Amin. izzət olsun. Və bilirsiniz, keçən həftə Artyomda mən xidmətdə olarkən, И на прошлой неделе, когда я служил в Артеме, bilirsiniz, şahidçiliklər yığılır, o dayanmır. и эти свидетельства, они накапливаются, они не Sənin останавливаются. problemlərinin həlli kimi şahidçiliyin də öz müddəti var, öz tarixi var, bilirsiniz. Как у твоих проблем есть определенное время исполнения, также у твоих свидетельств есть Və bu çox vacibdir ki, накопление. onun Allahın qabağında iqrar eləyək, bəzən bəyan eləyək, minnətdarlığımızı И bildirək. это очень важно, чтобы мы провозглашали и говорили, и благодарили Господа. Və mən bir xanımı dəvət elədim və mikrofonu ona verdim. Orada mikrofon yoxdur, belə danışırıq. Sözü ona verdim, belə deyək. И я пригласила одну женщину, она вышла, и я дал ей слово.
və o bir-birinin dalınca şahidçilikləri gətirir. И она друг за другом начала Mən свидетельствовать. fikirləşdim yəqin ki 3 dəqiqəyə bəs eləyərdi ona. И я подумал, что за 3 минуты она уложится. Həmin xanım özünün şahidçiliyini elədi, oğlunun şahidçiliyini elədi, hələ davamı gəlirdi. И эта женщина, она о себе свидетельствовала, о сыне свидетельствовала и вновь опять желала Mən dedim свидетельствовать. üzr istəyirəm, bizim bunun üçün başqa vaxtımızı ayırarıq, sonra qulaq asarım sizə. И я попросила у нее извинения, сказала, что мы отдельно дадим вам время, но сейчас мы уже не можем. Və sağ olsun bizə qulaq asdı və dalınca da mahnı oxumaq istədi, minnətdarlıq bildirmək istədi. И после она желала петь и славословить Və Господа. biz ona da imkan yaratdıq, Rəbbi üçün oxudu, həmd elədi, minnətdarlığını bildirdi. И она pела, и она благодарила Господа. Və mən hiss elədim ki, Rəbb diridir. И я ощущала, насколько живой наш Господь. Amin. Həqiqətən Allahın huzurunu hiss elədim orada. И я ощущал присутствие Божье. Sadəcə şahidçiliklərin içərisində Это были просто свидетельства. mən gördüm ki, məbəd elə-belə yığılmır bir yerə. И я видел, что церковь, она не просто так собирается вместе. Tanrı öz xalqının problemlərində maraqlıdır. И Бог, Он заинтересован в проблемах своего народа. Onun xəstəliklərində, onun dərdlərində, problemlərində maraqlıdır. В болезнях, в проблемах, в каких-то тяжелейших ситуациях Amma Бог mən də istəyərdim заинтересован. ki, öz şahidçiliyimi danışım. И сейчас я желаю свидетельствовать Bir müddət bundan Sam. öncə, bir neçə il bundan öncə belə deyək, несколько лет тому назад. bizim ailəmizdə faciə baş verir. В нашей семье произошло что-то страшное. Və bilirsiniz, bizim üçün gözlənilməz oldu. И это было неожиданно для Mənim нас. həyat yoldaşım Моя супруга. Nailə birdən-birə ona diaqnoz qoydular, xərçəng xəstəliyi. И вдруг ей поставили диагноз рак. Və heç vaxt gözləməzdim, fikirləşməzdim ki, belə bir hadisə baş verə bilər. И я никогда, мне в голову даже не могло прийти, что такая ситуация может произойти с нами. Amin. Çünki biz həsr olunmuşuq, Allaha xidmət edirdik. Потому что мы посвящены Господу, мы Və служим Богу. gözlənilməz olaraq belə bir diaqnoz qoyurlar və fikirləşirik, otururuq. Bir tərəfdən qorxu, bir tərəfdən çətinlik. И неожиданно этот диагноз пришел к нам. С одной стороны страх, с другой стороны тяжесть. Və bilirsiniz, müalicəmizin ilk günündən başlayaraq məbəd bilənlər bilir, başladı bizi duada dayanmadan dua eləməyə. И с первого дня, как мы начали лечение, церковь, она поддерживала нас в молитве, те, которые знали. Dua qrupları qoşuldu, fərdi şəkildə dua elədilər, yoldaşıma dəstək verdilər. И Ona xeyir dua молитвенная verdilər. группа, она поддержала нас, моя супруга отдельно поддерживали молитвами. Və çox olsun, çox şükürlər olsun bizim ailəmizə görə, məbədimizə görə. И слава Богу за нашу семью, за нашу церковь. Çox sağ olsun dua qruplarına görə biz görürük ki, məbəd həqiqətən aktivdir, işləyirlər. И слава Богу за молитвенную группу. Церковь, она Və действует, onlar она maraqlıdırlar активна. daima duada qaldırmağa bütün ehtiyacları. И они заинтересованы постоянно поднимать нужды перед Və Богом. birinci növbədə bizim daxilimizdə əminlik gəldi ki, hər şey yaxşı olacaq. И внутри нас появилась уверенность, что все будет хорошо. Birdən-birə hiss elədim, dedim, Nailə, hər şey yaxşı olacaq sənin üçün. И я почувствовал, и я сказал своей супруге, что все будет хорошо для Biz тебя. Rəbblənik, hər şey sənin üçün yaxşı Мы с olacaq. Господом, и все будет прекрасно для Rəbbin тебя. izzəti üçün sənin üçün yaxşı olacaq. И для славы Господа все будет прекрасно с Və тобой. bilirsiniz, operasiyadan sonra, əməliyyatdan sonra biz başladıq ximiya terapiya almağa. И после операции мы начали принимать химиотерапию. Və ximiya terapiyanı qəbul edərkən biz xüsusi palatalar var. Bilirsiniz, ora getmək lazımdır. Orada yer ayrılır sizin üçün və sistem qoşulur. Во время химиотерапии для тебя отделяется отдельная палата, и тебе проводят системы. Və bilirsiniz, orada biraz bu cürə xəstələrə xüsusi anlayışla yanaşırlar. Hər cürə şərait yaradıblar, şükür Rəbbə. И слава Богу, что именно для таких сложных заболеваний у них есть особое отношение и Və deyim особенные sizə ki, условия. tibb Allahın iradəsinə qarşı deyil, tibb kömək edir ki, bizə И vəziyyətdən çıxmağa. медицина, она не против Господа, не против Его воли, она помогает нам выходить из сложных Və ситуаций. bilirsiniz, amin, amin. Müraciət eləməyi unutmayın. Hərdən bir həkimə müraciət eləyin. И не забывайте иногда обращаться к врачам. Mütləq yoxlanın. И обязательно проверяйтесь, Lazımdır. Amin. потому что это Və нужно. bilirsiniz, televizorun pultunu gətirirlər, yoldaşıma verirlər ki, buyur istədiyin ürəyin kanalı aç, bax, 3 saat burdasan, tələsmirik, heç yerə tələsmək lazım И deyil. они принесли пульт от телевизора моей супруги и говорят, в течение 3 часов ты здесь будешь, и что хочешь, ты можешь смотреть. Rasbalaqayca, narahat olma. Amin. Narahat olma, hər şey yaxşı olur. Və televizoru açanda yoldaşım И тогда, когда моя супруга, она включила tam телевизор, təsadüfən birdən açılır həmd qrupu.
И случайно там открывается прославление. Və siz Moskvada olan həmd qrupu açılır televizorda, orada oxuyur. Niyuşa səhv eləmirəmsə orada oxuyur. И московское прославление вдруг открывается по тому Və orada onun телевизору. ən sevdiyi bir musiqiçidir, Niyuşadır və o mahnını da əzbər bilirdi. И ее любимая песня и исполнитель Нюша была, и она Və знала наизусть. televizor açan kimi Niyuşa oxuyur ki, sənin üçün hər şey yaxşı olacaq, Rəbb И как она səninlədir. открывает телевизор и слышит, Аминь. что Господь с тобой будет все прекрасно. Milyuşa, izləyiniz. Milyuşadan üzr istəyirəm, səhv baxdım. Извиняюсь, Və Милюша. bilirsiniz, orada deyir ki, hər şey Tanrı sənin xeyrinə dəyişəcək. И там были такие слова, что Господь все изменит себе во Və благо. dərhal mənim yoldaşım göz yaşı ilə tökür. И в этот момент моя супруга, она Əlbəttə плачет. onu sakitcə eləyir, amma onu fikir verirlər, qıraqdan medsestralar baxır, fikir verir. И, конечно же, она тихо плачет, но со Ona стороны deyirlər, медсестры замечают narahat olma, ее. hər şey yaxşı olacaq. И они говорят, что не переживай, все будет Xəstəlik хорошо. keçəcək, hər şey Эта keçib болезнь, она gedəcək. пройдет, все будет хорошо. Amma yoldaşım o narahatçılıqdan ağlamırdı. Но моя супруга плакала не из-за того, что она беспокоилась. Allahın sadiqliyi toxundu onu orada. Она пережила верность Amin. Бога. Allahın əminliyi, imanı toxundu ona. Вот эта вера, вот это Аминь. оптимизм, что Бог Və с ней. bilirsiniz, Tanrı danışanda Знаете, когда Господь, Он говорит, hər şey susur. все умолкает. Amin. Аминь. Amin. Rəbb danışanda hər şey susur. Когда Господь говорит, все умолкает. Və bilirəm ki, burada çox insanların dərdləri var. İndi bizə ehtiyaclara görə dua elədik. И мы сейчас молились за нужды, и здесь есть у многих людей нужды. Hər şeyin öz vaxtı var. Знаете, у всего есть свое Və bilirsiniz, время. Tanrının danışmağında öz vaxtı var. И есть время, когда Бог будет говорить. Amin. Sənin xəstəliklərinə, sənin problemlərinə, haça ki, Tanrı В danışacaqlar. твои болезни, в твои проблемы Бог Və будет говорить. bilirsiniz, bundan sonra hər şey yaxşılığa doğru oldu. И слава Богу, после этого все было в лучшую İndi mənim сторону. yoldaşım tam sağlamdır. И сейчас моя супруга полностью здорова. Tam sağlamdır, öz həyatını Rəbbə həsr eləyib. И она посвятила полностью свою жизнь Господу. O mənə Pirallah adasında kömək eləyir. И она помогает мне на острове Артем. Amin. Biz birlikdə insanlara xidmət Мы eləyirik. вместе с ней служим Amin. людям. Və bilirəm Tanrının ömrü, Tanrının bəxş etdiyi həyat hələ bitməyib onun üçün. И я знаю, что Господь, pодаривший жизнь, он продолжается. Haçan ki sən öz həyatını Tanrıya həsr eləmisən, Когда ты посвящаешь свою жизнь Господу, ömrünün sonuna qədər Tanrı sənin həyatının qayğısına qalacaq. то до конца твоих дней Господь будет Mən заботиться buna о тебе. əminəm. И я уверен в этом. Gəlin Rəbbə alqış verək. Давайте прославим нашего Və Господа. beləliklə onun iş problemləri də aradan qalxıb, И ее проблемы на работе, они bu просто yaxınlarda ушли. ona ən ürək istəyən ən yaxşı işi təklif ediblər. И недавно самую лучшую работу, которую она желала, ей дали. Ona hər bir şəraiti təmin ediblər, И ürək istədiyin işdir. полностью те условия, которые она желала, ей предоставили. Rəbb diridir. Потому что Господь, Он Amin. живой. Gəlin Rəbbə alqış verək. Давайте прославим нашего Господа. Rəbbə izzət olsun. Вся слава Господу. Gəlin indi isə elanlara nəzər salaq. А сейчас давайте посмотрим на объявление. Xatırlatmaq istəyirik ki, əziz məbəd, 30 iyunda Мы saat хотим- 11:00-da səhər yığıncağında səhər duası keçiriləcək burada. Мы хотим напомнить, что 30 июня в 11:00 состоится утренняя молитва здесь. Hər birinizi dəvət edirik ki, bu xeyir dualı vaxtda Tanrı ilə görüşə gələsiz və onun iradəsini axtarasınız. Мы приглашаем каждого присоединиться к этому благословенному времени общения с Богом, молитвы и поиска Его во всем. Eləcə də burada ümumi məbəd duası haqqında danışılır. İyul ayının 3-də orada ekranda görürsüz. И на экранах вы видите, что 3 июля будет общецерковная Gəlin молитва. birlikdə toplaşaq. И давайте вместе соединяться. Məbəd üçün, ailə üçün, gənclər üçün, xidmətlər üçün Молиться dua за eləyək. церковь, за семьи, за молодежь, за все. Belə ki, hər biriniz xoş gəlmisiniz. И мы приглашаем каждого из вас. Gəlin dua həyatımızı, ümumi dua həyatımızı məbəddə təmin eləyək. Amin. Давайте будем обеспечивать молитвенную жизнь церкви. Bizim ehtiyacımız var duada təmin olunmağa. Мы нуждаемся, чтобы мы были обеспечены в Məbəd молитвенной bunu özü жизни. yaratmalıdır, təmin etməlidir. И церковь, она сама должна создать это, и Аминь. сама Дуа должна ilə hər bir нести şey это. qurulur. Потому что молитвой создается все. Amin. Xüsusilə də deyəndə ki, sənin şəhərinin, sənin ailənin, sənin məbədin həyatı səndən asılıdır. И особенно, когда говорят, что твоя семья, мир, в котором ты живешь, твой город зависит от тебя. Sənin duandan və sənin imanından asılıdır. Зависит от твоей молитвы и от твоей веры.
Amin. Аминь. Gəlin bütün məbəd desin amin. И давайте весь народ Amin. скажем. Və sevinclə sizə çatdırmaq istəyirik ki, oktyabrın ayının 5-də Bibliya seminarları başlayacaq, start verilir. И с радостью хотим сообщить, что 5 октября стартует библейский Əgər семинар. Allahın sözünü, kəlamını dərindən daha da öyrənmək istəyirsinizsə, mütləq bizə qoşulun. И если вы хотите glubже познать Слово Божие, тогда обязательно присоединяйтесь к нам. Bu gözəl imkanı əldən verməyin. Эту прекрасную возможность не упускайте. Yeni bir addım olacaq sizi Allahı imanda böyüməyə və Allahı daha dərindən tanımaq И üçün. это будет новый шаг, чтобы вы углублялись в Слово Божье, в познание Бога. Əgər daha ətraflı məlumat almaq istəyirsinizsə, reception var, yaxınlaşın orada əlavə məlumatlar veriləcək. Если Və вы, eləcə də anketlər oradadır, götürə bilərsiniz. если вы хотите узнать больше о библейских семинарах, подходите на ресепшн, и там вам дадут полную информацию, и там же есть анкеты. Amin. Аминь. Gəlin indi də təqdimlərə keçid alaq. И давайте перейдем к добровольным Və пожертвованиям. bilirsiniz, təqdim, iyanə, sədəqə bu məbədin bir hissəsidir, ayrılmaz hissəsidir. И знаете, приношение, десятина, пожертвование – это неотъемлемая часть церкви. Məbədin fəaliyyətini bunsuz təsəvvür etmək mümkün deyil. И невозможно видеть, как церковь существует без этого. Və bilirsiniz, ilkin həvvarilər, İsa Məsihin tələbələri, onlar missiyaya çıxarkən onlar öyrədirlər. İlkin məbədin təməli bu cürə qoyulub. И первая церковь, она создавалась именно так, и мы это в Писании видим. Onlar harda olur da olsunlar, onların yaratdığı, təməl qoyduğu məbəd onlara maliyyə dəstəkləri verirdi. И там, где были апостолы, обязательно их поддерживали финансами. Bu barədə bizə öyrətməyə ehtiyac yoxdur. Hər birimizin xüsusi təlimimiz var bu barədə, xüsusi seminarlar keçirilir. И насчет этого у нас есть знания, и мы участвовали на разных семинарах. Amma bizə sadəcə olaraq bu təqdimlərə görə minnətdar olmaq qalır. Нам остается только благодарить за эти приношения. Allahın iradəsini yer üzərində yerinə yetirdiyiniz üçün sizə böyük təşəkkürlərimizi bildiririk. За то, что вы волю Божию исполняете на этой земле, мы благодарим вас. Çünki bu təqdimlər vasitəsilə məbədin uzun müddətli perspektivləri yerinə yetir, görüntüsü yerinə yetir. Потому что через эти приношения перспективы церкви, они совершаются. Amin. O daimadır, o müjdəyə şəriklikdir. И они постоянны, и они соучастники для миссии. Və Pavel bunu bu cür adlandırıb, şərik kimi adlandırıb. И Павел, он говорит, что это соучастие. Rəbb demişdi ki, Pavel demişdi ki, öz yaratdığı məbədə, siz mənim şəriklərimsiniz. И Павел, он той церкви, в которой он создал, он сказал, что вы соучастники мои. Filippilər 4:15-ə baxaq. И Филиппийцам 4:15. Ey Filippilər, özünüz də bilirsiniz ki, aranızda müjdə yayımının başlanğıcından mən Makedoniyanı tərk edən zaman sizdən başqa heç bir cəmiyyət nəzir vermək və toplamaq üçün mənimlə şərik iş görmədi. Вы знаете, филиппийцы, что в начале благовествования, когда я вышел из Македонии, ни одна церковь не оказала мне участия, подаяния и принятием, кроме вас Və одних. bilirsiniz, müjdə yayımının başlanğıcı və Makedoniyanı tərk eləmək zamanı Pavel üçün bu başlanğıc idi sadəcə. И во время того, как они покидали Македонию, это было начало для Павла. Və yəqin ki, bir 10 il, 15 il müddət keçmişdi o vaxtın ərzindən. И может быть, что 10-15 lет прошло с этого времени. Və Pavel onun müjdənin başlanğıcı adlanır. И здесь Павел, он указывает, что это начало благовествования. Oturub biz də fikirləşə bilərik ki, 30 ildir müjdə davam edir ölkədə. И мы можем подумать, что 30 лет благовествование продолжается в этой Mən deyim стране. ki, bu hələ bizim həyatımızın başlanğıcıdır. Но я хочу сказать, что это начало нашей Bizim жизни. təqdimlərimizin və bizim ölkədə görülən işlərin başlanğıcıdır. Наше приношение – это начало, что Amin. творится в нашей Daima стране. Tanrının çağırışları var məbəd üçün və biz Allahın funksiyasını yerinə yetiririk И yer üzərində. постоянно для церкви есть определенные призывы, и церковь, она совершает Божье Да. на этой земле. Allahın səltənətini yer üzərində müjdəliyirik. И мы благовествуем на этой земле. İnsanlar xilas olurlar fərqli regionlarda, ərazilərdə, evlərdə. И в разных местах люди спасаются. Sizin gətirdiyiniz təqdimlər binanın quruluşunda fərqli dizayn yaradır, nə bilim, təmir yaradır. И ваше подаяние, ваше приношение, они также строят церковь. Müəyyən çətinliklərimiz aradan qalxır. И определенные сложности Və мы buna da проходим. bizim təqdim və sədəqələrimiz imkan verir.
И с помощью наших приношений мы все это совершаем. Amin. Gəlin birlikdə sizinlə əkək, bu günlərimiz töhfəmizi verək Tanrının xeyir duası ilə. И давайте мы будем сеять и благословлять Amin. Церковь. Gəlin dua eləyək. Ata İsa Məsih müqəddəs ismi ilə Отец, во имя Иисуса biz Христа, təqdimlərə xeyir dua veririk. Hər bir təqdimə Tanrı. благословляем каждое приношение, Hər bir əməkdaşlığa, partiyorluğa Tanrı. каждого, кто соучастник, кто Hər bir партнер, iyanəyə Ata. каждое Və пожертвование. biz inanırıq ki, Tanrı, И мы верим, Господь, bu günlərim gətirilən hər bir təqdim что каждое приношение, которое принесли sənin сегодня, yer üzərində iradənə xidmət eləyir. оно служит для Твоей воли на этой Onun земле. böyüməsinə və inkişafına xidmət eləyir Ata. Чтобы Твоя воля, она увеличивалась и Xahiş edirəm, xeyir dua ver процветала. hər bir əkən kəsə Благослови каждого, кто və сеет, qoy onların həyatına biçin gəlsin. и пусть придет урожай в их Maliyyə жизни, biçini gəlsin Tanrı. финансовый урожай в их İsa Məsih жизни. müqəddəs Во ismilə. имя Иисуса Христа. Amin. 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 Buyurun əkin, xeyir dualı olun. Будьте благословенны и сейте. Mən istəyərəm indi Pastor Rövşəni dəvət edeyim. Pastor Rövşən. Доброе утро, церковь. Sabahınız xeyir, məbəd. Как поживаете? Necəsiniz? Слава Богу. Tanrıya izzət olsun. Аллилуйя. Хотел немного помолиться с вами. İstəyərdim ki, Вы не sizinlə против? bərabər dua eləməyə başlayaq. Да? Спасибо за ваше даяние. Təşəkkür edirəm sizin iyanələrinizə görə. И хотел вам еще одну сказать о том, что Усал, которую вы видели только что, Bugün когда мы утром молились за детей, səhər uşaqlara görə dua edərkən, вот сам он с самого маленького детства его мама водила сюда в церковь за руку. onun Vüsalın özünü Сколько anası лет прошло, kilsəyə и сегодня он gətirirdi. уже проповедует. Görün neçə illər Halleluja. keçib bu günləri bu И когда мы молимся, vaizlidir. когда мы молимся за детей, Biz uşaqlara görə dua мы edərkən благословляем. biz onları xeyirdolandırırıq. Это, наверное, будущие проповедники. Onlar Аллилуйя. gələcəyin təbliğçiləridirlər. Наши дети – это будущее Ə, этой страны. Bizim uşaqlarımız bu ölkənin gələcəyidir. Поэтому наши молитвы, они непростые. Мы благословляем наших детей. Bizim dualarımız əbəs yerə getmir. Onlar uşaqları xeyirdolandırır. Не только которые присутствуют, но и те, которые дома. Мы их благословляем. Nəinki Аминь. o uşaqlar hansılar ki bura gəlir, lakin Итак, evimizdə olanları da. сегодняшняя тема требует, чтобы мы были внимательны. Спасибо Bugünkü большое, Нора. Təşəkkür edirəm. Давайте Bugünkü мы mövzumuz tələb edir ki, Закроем biz глаза, diqqətli olaq. склоним головы. Gəlin başımızı помолимся. aşağı əyək, gözümüzü yumaq və dua edək. Отец, сегодня на этом месте Ata, bugün bu yerdə мы молимся biz dua и edirik просим Тебя, və səndən xahiş edirik. говори в нашей жизни, Bizim həyatlarımıza danış. изменяй наши жизни. Bizim həyatlarımızı dəyiş. Мы нуждаемся Ehtiyac duyuruq в преобразовании наших жизней ki, bizim həyatlarımız в yenilənsin. образ Иисуса Христа. İsa Məsihə bənzər olsun. И мы благодарим Тебя, Və biz minnətdarıq sənə. потому что мы не просто приходим в церковь, Ona görə ki, biz boş kilsəyə gəlmirik. мы Твой народ, Biz sənin xalqınıq. народ, нуждающийся в изменениях. O xalq ki, dəyişikliyə ehtiyacı var. Если сердца народа Əgər xalqın ürəkləri будут изменены, dəyişilsə, то много чего произойдет в церкви. o zaman kilsədə çoxlu dəyişikliklər baş Спасибо verəcək. Тебе, Господь. Təşəkkür edirəm, Во Rəbb. имя Отца, Ata, Сына и Oğul Святого və müqəddəs ruh Духа. Весь adına народ aminə. сказал Аминь. Bütün xalq desin, Слава amin. Господу. Tanrıya Итак, izzət olsun. что же у нас есть? Сегодняшняя тема – это смирение. Beləliklə, bugünkü mövzu təvazökarlıqdır. Не очень такая интересная тема, Çox maraqlı bir но она будет mövzudur. задевать твое сердце. Lakin o sənin ürəyinə Не toxunacaq. только твое, но и мое. Nəinki sənin, hətta mənim ürəyimə. Поэтому давайте мы прислушаемся, что Бог хочет нам передать. Ona görə də gəlin diqqətli olaq ki, Tanrı bizə nəyi öyrətmək istəyir. Что же происходит, когда люди обращаются к Богу?
İnsanlar Tanrıya tərəf dönəndə nələr Конечно, baş Бог им verir? помогает. Əlbəttə ki, Tanrı onlara kömək eləyir. Но мы посмотрим на израильский народ. Lakin biz bu günləri И мы İsrail увидим, xalqına baxaq. что когда они вышли из Египта, Onlar Misirdən çıxarkən у них не было образа Бога, Allahın sürəti onlarında yox idi. потому что они верили, но они его не видели. Onlar iman edirdilər, lakin onu görmürdülər. Но в Египте они навидались очень много богов, Lakin Misirdə onlar çox Allahlar потому gördülər. что там было многобожие. Ona görə ki, orada çox Allahlıq var И idi. вы знаете, Моисей сказал, что я поднимаюсь к Богу. Və Musa dedi ki, mən Allahın yanına То gedirəm. есть он поднимался на гору и там общался с Богом. O Musa dağa qalxaraq Tanrı ilə ünsiyyətdə qalırdı. И во время общения у него заняло время. Не день, не два, а около 40 дней. Ünsiyyət isə 1-2 gün çəkmədi, 40 günə yaxın çəkdi. В этот момент люди ждали Моисея. Və həmin anda insanlar Musanı gözləyirdilər. Говорят, у Моисея брат был Арон, Və Musanın qardaşı Harun idi и он был священником. və o da kahin И idi. они говорят, сделай нам Бога, Və ona müraciət edərək xalq deyibdi ki, bizə Allah сделай yarat. какой-то образ. Ümumiyyətlə hansısa bir surət yarat bizim И üçün. Арон по просьбе народа Və Harun xalqın istəyi ilə сделал им тельца, qoç yaratdı. быка, из золота. Buzov? Qızıldan buzov yaratdı. Ага. И вот они говорят, вот это наш Бог. Və o dedi ki, bu bizim И Allahımızdır. начали ему поклоняться, танцевать перед ним, Və молиться. onlar başladılar rəqs eləməyə, onun qarşısında dua eləməyə. И в этот момент Моисей спускается вниз Və həmin o anda Musa aşağı enir и видит прямое идолопоклонство. və bütpərəstliyi nümayişini Люди görür. поклоняются лже-богу. Və insanlar yalançı Allaha səcdə edirlər. И знаете, давайте откроем Исход 32 главу Və gəlin çıxış 32-ni и açaq. 9 стих. Исход 32, 9. И почитаем. И сказал Господь Моисею, я вижу народ сей, и вот народ он жестоковыйный. Rəbb Musaya sözünü davam etdi. Görürəm ki, bu xalq dikbaş xalqdır. Что видит Бог? Allah nə görür? Бог видит сердце человека. İnsanın ürəyini görür. И он говорит о том, что это жестоковыйный народ. Və o görür ki, dikbaşdılar bunlar. Знаете, такое слово интересное. Görürsən, çox Мне maraqlı bir пришлось kəlmədir. поискать и открыть, что же такое жестоковыйность. Və mən axtardım, aradım və bu dikbaşlıq nə Это, deməkdir? конечно, устаревшее слово, Əlbəttə ki, qədimi bir sözdür. но что оно означает? Mənası nədir? Упрямый, непокорный, Bu o deməkdir ki, tabe olmayan, гордый. tərs, qürurlu И мы можем видеть, что это слово применяется və hətta bu söz по отношению людей, которые не могут подчиниться чьей-то воле. və bu sözü o kəslərə aid eləyirlər. Kimlər ki, başqasının iradəsinə məqbul ola bilmirlər. Ну, раньше это было взято из сельского хозяйства, Qabaq bu xalq təsərrüfatına aid и idi там были быки и валы, на которых одевали ярмо. və orada qoçlar var idi, kiminin üzərində boyunduruq asırdılar Вот это был такой бык или вол, который упрямился, və həmin bu qoç o çox tərs idi напрягал шею, və o əzələlərini bərk saxlayırdı отказывался надевать ярмо для работы. və razılaşmırdı ki, boyunduruğu onun boynuna salsınlar. То есть, если мы посмотрим по отношению людей, Əgər biz insanlara qarşı baxsaq, это высшая степень духовной гордыни. bu ruhani aləmində qürurun ən yüksək səviyyəsidir. Вот это какое состояние? Bax belə bir vəziyyətdir. Когда человек видит свои ошибки, Bu insan öz səhvlərini görür, слышит истину, həqiqəti eşidir, но сознательно отказывается меняться. lakin bilərəkdən dəyişməyi imtina edir. Отказывается менять свое поведение Öz hərəkətlərini dəyişməyə imtina edir и подчиняться воле Божьей. və Allahın iradəsinə tabe olmaqdan imtina edir. Это мы видим сплошь и рядом. Bunu hər yerdə ətrafımızda Люди görürük. говорят, что мы не гордые, İnsanlar deyirlər ki, biz qürurlu deyilik, но не хотят смиряться. lakin təvəzzükar olmaq istəmirlər. Я когда недавно разговаривал
Женщина говорит, кто гордый? Я гордый. Bu yaxınlarda bir qadınla danışırdım. O qadın mənə deyir ki, kimdir təvəzzükar, kim qürurludur? Mən Я qürurluyam. смиренный человек. Deyir, mən təvəzzükar bir insanam. И это очень нелегко бывает человеку объяснить. Və bu asan deyil insana bunu çatdırmaq. Итак, мы посмотрели слово «жестоковыйный». Beləliklə biz dikbaş sözünün mənasına baxdıq. Когда Бог обращается к Моисею, Tanrı Musaya müraciət edərkən Он говорит диагноз сердца народу. xalqın ürəyinin vəziyyətindən bəhs edir. Когда доктор ставит диагноз, Bir həkim bir мы insana бываем послушные. diaqnoz qoyarkən biz onda itayətli oluruq. Мы начинаем выполнять все, что нам доктор сказал. Həkim yazdığını mütləq yerinə yetirməyə çalışırıq. У каждого человека есть сфера, где он находится в области гордости. Hər bir insanın müəyyən bir sahələri var, hardakı qürurdadır. И как же нам меняться? Və biz orada necə dəyişə bilərik? Например, Бог во Второзаконии, Qanunun 10 главе təkrarında Tanrı и 16 стихе, 10-16-da Он говорит, «Итак, обрежьте крайнюю плоть сердца вашего, и не будьте впредь жестоковыйными». Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız. Почему Он говорит «обрежьте»? Niyə görə deyir, kəsin, sünnət edin? Мы сами не можем обрезать. Ona görə ki, biz özümüz bunu edə bilmirik. Мы должны позволить Богу обрезать наши сердца. Biz gərək icazə verək ki, Tanrı bizim ürəyimizi sünnətləsin. Могу ли я изменить свое сердце? Mən ürəyimi dəyişə bilərəmmi? Да. Далее. Когда позволю Богу это сделать. Haçan ki, icazə verəcəm ki, Tanrı bunu etsin. Ну как это происходит? Lakin bu necə baş verir? К сожалению, человек меняется через боль, потрясение. Təəssüflər olsun ki, insan yalnız ağrı yaşayarkən dəyişməyə başlayır. Или через свет откровения. Və yaxud da Tanrı tərəfindən vəh gələndə, bu nur gələndə dəyişilir. Выбери, через что тебе меняться. Və sən seçim eləməlisən, hansı vasitə ilə sən dəyişilmək istəyirsən? Через боль, или Ağrı потрясение, vasitəsilə, sarsılma vasitəsilə или взять Слово Божье. və yaxud da sən Tanrının kəlamını И пусть götürəcəksən свет этого откровения придет в твою жизнь. və bu vəhin nuru sənin həyatına nazil olsun. Аминь. Amin. И мы хотим, знаете, движение в церкви, Biz istəyirik ki, kilsədə hərəkat olsun. но забываем об изменении своего сердца. Lakin unuduruq ki, ürəklərimiz də dəyişilməlidir. Мы говорим, почему в церкви ничего не происходит? Biz deyirik, niyə görə kilsədə nələrsə baş vermir? А Бог говорит, ай, народ, изменитесь. Lakin Tanrı deyir ki, xalqım dəyiş. Мы говорим о пробуждении, Biz deyirik ki, oyanış gəlsin. но в то же время не позволяем себя обрезать. Lakin həmin anda da icazə vermirik ki, biz ürəklərimizi sünnətləyək. Что принесет обрезание нам? Bizim həyatımıza bu sünnətləmə nə gətirəcək? Что оно принесет? Nə gətirəcək? Что? Плоды, вот тут так скромно, плоды, тихонько. Конечно же. Əlbəttə ki, Когда садовник обрезает, bağban kəsərkən тогда дерево приносит больше плода. o zaman ağac daha çox bəhrə gətirir. Вот я вчера был у Бажанага дома. Dünən bacanağımın Моя бабушка evindəydim. рассказывала о том, что у нее красивые цветы. Mənim bacım danışırdı ki, mənim çox gözəl Это правда? güllərim var idi və həqiqətən də Но elədi. они не появились просто так. Lakin onlar belə boş yerinə birdən böyümədilər. Она сказала, что я работала и обрезала его. Və o qadın danışırdı ki, mən daimi işləyirdim və onları buduyurdum. Это очень важно. Və bu çox vacibdir. Если ты не позволяешь себя обрезать, Əgər sən icazə vermirsən ki, səni budasınlar, o zaman как ты будешь плодоносным? sən necə səmərə gətirəcəksən? Ты никому не позволяешь. Sən heç kəsə icazə vermirsən. Люди говорят, я Богу позволяю. İnsanlar deyirlər ki, mən Allaha icazə И verirəm. приходит в церковь, Kilsəyə и gəlirlər просто sадится рядом və со мной, sadəcə kiminsə yanında oturur. и тот что-то сказал, O nəsə dedi и ты уже разозлился. və sən artıq hirsləndin. А он меня не знает, а уже у меня спрашивает. Deyir, artıq bu məni tanımır, elə məndən А soruşur. Бог говорит, ты на одну фразу обиделся. Və Tanrı ona deyir ki, sən bir kəlməyə belə artıq incidin. Как нелегко тебе живется в жизни. Gör həyatda necə çətindir sənə yaşamaq. Бог
просит изменений. Və Tanrı bizdən dəyişiklikləri tələb edir. Сердце каждого человека. Xahiş edir ki, bizim ürəklərimiz başlasın Вот dəyişilməyə. тогда произойдет общее пробуждение. Bax, onda ümumi oyanış baş И verəcək. он работает с людьми. Və o insanlarla işləyir. Хотя люди иногда не позволяют это делать. Baxmayaraq ki, insanlar bəzi vaxt icazə vermir bunu etməyə. Итак, Beləliklə, Евангелие, оно радикально меняет сердце. müjdə o tamamilə ürəyi dəyişir. Позволяй Евангелию литься в твое сердце. İcazə ver ki, müjdə sənin ürəyinə dolsun. Позволь себя подчинить духовному руководству. İcazə ver ki, ruhani səlahiyyətə tabe olasan. Будь послушен. İtaətli ol. Послушание принесет благословение. Ona görə ki, sən itaətli olarkən sənə xeyir-dua В gətirəcək. Библии гордость Ki, Bibliyada – qürurluq, это тщеславие, высокомерие. bu Тщеславие. Ну, помогите. Тщеславие на азербайджанском. öyünmək, Ага, спасибо. öfkə, Да. lovğa. То есть гордость считается самым опасным грехом. Qürur ən təhlükəli günahdır. Да, она является основанием для всех остальных грехов. Və o bütün başqa günahların təməli hesab Так как olunur. она отделяет человека от Бога. Ona görə ki, o insanı Allahdan ayırır. Гордость – это попытка человека поставить себя вместо Бога. Qürur bu sən o deməkdir ki, sən cəhd eləyirsən özünü Allahın yerinə И qoyasan. что есть противоположность гордости? Və qürurun əksi nədir? Смирение. Təvazökarlıq. Написано в Библии. Bibliyada yazılıb. Bог гордым противится, Allah qürurlara qarşı а çıxır, смиренным дает что? Благодать. lakin Аминь. təvazökara lütf verir. Церковь наставлена Kilsə в Слове Божьем, Allahın kəlamında öyrədilib, а в выполнении lakin icrasında мы множество раз слышим, даже говорим, biz çox vaxt eşidirik, hətta dilimizə gətiririk, но söyləyirik, что? Не lakin nə? исполняем. İcra etmirik. Потому что Библия так и пишет. Ona görə ki, Bibliya belə yazır. Блаженно слушающие, Xeyirdualıdır o kəslər, но и вторая часть, lakin ikinci и tərəfi исполняющие. və həyata keçirdəndən, icra edənlər. Посмотри ту сферу своей жизни, где ты не исправился. Həyatının o sahəsinə bax, harda ki, sən düzəlməmisən. Алло. Сейчас Дух Божий, Он говорит внутрь твоей жизни. İndi Allahın ruhu sənin daxilinlə danışır. Иногда вот, когда проповедники, пастора говорят, Bəzi vaxtı buradan möizə apararkən, это идет не только куда-то туда, это идет и первому ряду тоже. bu nəinki o uzaq cərgələrə gedir, o birinci cərgələrə də Потому что gedir. мы все слушаем. Ona görə ki, biz hamımız dinləyirik. Знаешь, что я для себя делаю? Mən bilirsən Ya, özüm üçün nə edirəm? подчеркиваю. Nəyisə altından sətir çəkirəm. Внутри своего сердца. Ürəyimdə qeyd edirəm Что, Ровшан, тебе в этом надо поменяться. ki, Rövşən, bax sən bu sahədə Если dəyişilməlisən. я не услышал Əgər mən eşitmədimsə или не меняюсь, və yaxud da dəyişilmirəmsə, Бог дает несколько человек, которые мне говорят. Tanrı mənə bir neçə insan ətrafıma gətirir ki, o insanlar mənə danışır. Если этого я не слышу. Əgər onları da mən eşitmirəmsə, Библия говорит, что o это zaman Bibliya deyir, очень плохой метод передачи. bu çox qəliz və pis növdür. Когда в твою жизнь начинает говорить осел. Haçan ki, sənin həyatına bir uzunqulaq danışmağa başlayır. Помните? Один Yadınızdadır, эпизод из Библии, Bibliyada bir hadisə baş где vermişdi. он сел на осла Və insan uzunqulağın üstünə и oturur поехал на нем проклинать Израиль. və gedirdi ki, onun üzərində İsrailə lənət oxusun. И осел сказал ему, Və həmin bu я не буду этого делать. uzunqulaq ona deyir ki, yox, mən bunu etməyəcəm. Это в Библии один раз написано, Bir dəfə Bibliyada bu qeyd olunub. но если в твою жизнь уже будет говорить осел, Əgər sənin həyatında тогда uzunqulaq это danışsa, что-то уже грандиозное. o zaman bu nəsə nəhəng bir şeydir. Постарайся услышать. Çalış ki, eşidəsən. Иисус всегда говорил, имеющий уши,
İsa hər zaman deyirdi, qulağı olan И eşitsin. вот сказать, что здесь без ушей люди, все Və с ушами. mən deyə bilmərəm ki, burada qulaqsız Но insanlar var. слышим ли мы? Lakin biz eşidirikmi? Аминь. Amin. Слышим ли мы? Eşidirikmi? Мы иногда слышим, Biz bəzi vaxt eşidirik, но не услышали. lakin anlamırıq eşitdiyimizi. Элементарно. Бог хочет говорить нашему сердцу. Tanrı bizim ürəyimizə müraciət edib danışır. Не будь жестоковыйным, Dikbaş olma, не будь гордым, qürurlu olma. потому что я буду тебе противиться. O zaman mən sənə qarşı çıxacam. Обстоятельства будут меняться в твоей жизни. Həyatındakı şəraitlər dəyişiləcək. Только в том случае, Yalnız o anda, если ты будешь послушным. əgər sən itayətli olsan. Послушание приносит благословение. Ona görə ki, itayətli olmaq xeyir-dua gətirir. Аминь. Amin. Главная суть Və əsas fikir, – это корень греха, günahın kökü это гордость. qürurdur. И давайте мы посмотрим притчи, 16 главу Və gəlin и 18 стих. məsələlərə baxaq, Süleyman məsələlərinə. Притчи, 16 глава, 18 стих. Погибели предшествует гордость и падению надменность. Əcəldən əvvəl təkəbbür gələr, fəlakətdən əvvəl lovğalıq ruhu gələr. И 19 стих. Лучше смиряться духом с кроткими, нежели разделять добычу с гордыми. Məzlumlar arasında sadə qəlbli olmaq təkəbbürlülərlə talan malı bölüşməkdən yaxşıdır. Давайте откроем притчи, Bölüşdürməkdən. 11 главу, 2 стих. Və Süleyman məsələləri 11-2-ni açaq. Придет гордость, придет и посрамление, но со смиренными мудрость. Lovğalıq gələndə şərəfsizlik gətirər, hikmət itayətkarların yanına gələr. Что есть книга притчи? Это мудрость. Süleyman məsələləri kitabı müdrik kitabdır. И люди говорят, я хочу мудрости. İnsanlar deyir ki, mən müdrik olmaq istəyirəm. А Библия показывает, где мудрость. Bibliya isə göstərir ki, müdriklük Со hardadır. смиренными мудрость. İtayətli insanlarla. Твое смирение приносит тебе мудрость. Sənin itayətkarlığın sənə hikmət gətirər. Аминь. Amin. Иисус Христос относил гордость к оскверняющим порокам. İsa Məsih qüruru natəmiz bir günah kimi Он vurğulayırdı. говорил, что это исходит из сердца. Və o deyirdi ki, bu ürəkdən irəli gəlir. Давайте откроем Марка, 7 главу. Gəlin Mark 7-ci fəsli açaq. Посмотрим, что говорил Иисус о сердце. Ürəkdən İsa nə deyir? 7:21. Ибо изнутри, из сердца человеческого исходят злые помыслы, прелюбодеяния, любодеяния, убийства. İnsanın ürəyindən zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfür, lovğalıq və ağılsızlıq çıxar. Дальше. Кражи, лихаимство, злоба, коварство, непотребство, завистливое око, богохульство, гордость, безумство. Bütün bu pis işlər insanın daxilindən çıxıb murdar edir. И все это зло изнутри исходит и оскверняет человека. İnsanın içindən çıxıb insanı murdar edir. Вот посмотрите, весь список, Və görürsüz bütün siyahı. что исходит не написано из разума, а из сердца. Burada qeyd olunmur ki, sənin dərakəndən çıxır, qeyd olunur ki, ürəyindən çıxır. В разум приходят разные негативные мысли. Sənin ağlına müxtəlif neqativ fikirlər gələ bilər, Но ты вправе lakin səlahiyyət səndədir. отвергнуть их Sən o fikirləri rədd или edəsən принять. və yaxud da qəbul Одно из edəsən. двух. Или ты отвергаешь, или ты принимаешь. Ya sən onları rədd edirsən və yaxud da Что qəbul сделаешь ты? edirsən. Sən nə edəcəksən? Это делать должен ты. Bunu sən etməlisən. Никто за тебя это не сделает. Sənin yerinə o seçimini Вот почему etməyəcəklər. Иисус показал список большой, Он сказал, это все исходит из сердца. Ona görə də İsa bütün bu siyahını göstərərək deyir ki, bunların hamısı ürəkdən gəlir. Почему гордость осуждается? Niyə görə bu qürur mühakimə samanlar. olunur? Orada sən yalançılıqda qalırsan. Гордый человек приписывает все свои успехи только себе, забывая о Боге.
Ona görə ki, qürurlu insan bütün uğurlarını yalnız özünə aid edir, Allahı unudaraq. Человек говорит, это я, İnsan deyir ki, bunu mən это мой etmişəm. талант, Bu mənim istedadım это я edib. такой умный, Bax, mən belə ağıllıyam. это мой дар, Bu mənim ənamımdır. это я такой профессионал. Mən belə professionalam. Но человек забывает, Lakin insan unudur что он вообще дышит только по воле Божьей. ki, onun nəfəsi belə Allahın iradəsinə uyğun gəlib gedir. А тогда человек может сказать, а это какое-то детство, диктатор на небе создал меня, чтобы мной управлять. Və insan, həmin insan deyə bilər ki, hansısa bir diktator mənim yaradıb ki, məni idarə eləsin. Все не так. Hamısı belə deyil. Бог в своей любви Allah öz məhəbbətində создал нас по своему подобию и образу. özünün sürətinə bənzər yaratdı И, кстати, və создал нас со свободной волей. və azad iradə ilə yaratdı. Он всегда дает нам выбор. O hər zaman bizə seçim verir. Если мы были бы рабы, он просто говорил, делайте все так, и все должны были так. Əgər biz kölə qul olsaydıq, deyərdi ki, bax belə etməlisiniz, hamınız belə edin. Когда Бог обращается к человеку, Allah insana müraciət он edərkən говорит, послушай. o deyir ki, dinlə. Почему? Niyə görə? Потому что ты свободен. Ona görə ki, sən azadsan. Ты можешь слушать, Sən eşidə а bilərsən можешь и не слушать. və eşitməyə Но bilərsən. слушая, Lakin ты eşidərək будешь благословен. xeyir-dua içində В olacaqsan. твоем слушании Бога Sən Allahı eşidərək есть вторая стадия, и она называется исполнение. ikinci sahəsi isə tərəfi isə Слушая icra etmək и deməkdir. исполняя, Sən bir yandan dinləyirsən, o biri tərəfdən isə icra edirsən və o zaman sən xeyir-dua içində ты olacaqsan. можешь сейчас сказать, Рошан, да, ты такие простые вещи говоришь. Sən indi deyə bilərsən ki, Rövşən, elə sadə şeylərdən bəhs edirsən. А именно во всей простоте и есть Бог. Məhz bu sadəlikdə Allah Бог vardır. несложный. Allah gəliz deyil. Бог человека не напрягает. Allah insanı gərginləşdirmək istəmir. Он говорит, ты послушайте, народ мой. Lakin deyir ki, mənim xalqım eşidin. Но предварительно, Lakin öncədən обращаясь к народу, xalqa müraciət edərək он говорит, o deyir. 2 Паралипоменону, İkinci səlnamələr 7 глава, 14 стих. 7-14-də После того, как Соломон молился Süleyman dua etdikdən sonra при строительстве храма Божьего, Allahın On məbədini попросил. tikərək o xahiş elədi. Бог, Allah, люди prосить будут, ответь им. insanlar sənə müraciət edəcəklər, diləyəcəklər, onlara cavab ver. Бог ответил Соломону, Və Allah Süleymana cavab verdi. и смирится народ мой, который именуется именем моим, и будут молиться, и взыщут лица моего, и отвратятся от худых путей своих, то я услышу с неба и прощу грехи их, и исцелю землю их. Əgər mənim adımla çağırılan xalqım özünü aşağı tutarsa, dua edib məni axtarsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam. Бог обещал своему народу облегчение тягот, Və Allah vəd verib ki, onların çətinliklərini asanlaşdıracaq. постигший его в наказание за беззаконие. Ki onlar qanunsuzluq edərək o çətinliyə düşüblər. И в случае, если тот с молитвой и смирением обратится к нему. Həmin o anda əgər özünü aşağı tutub Allaha dua etsə, Что такое слово смирение? bu təvəzzükarlıq nə deməkdir? Это означает состояние раскаяния, Ki sən anlayaraq başa düşürsən ki, sən nə etmisən признание своей полной зависимости. və boynuna alırsan ki, sən aslısan. Мы зависимы от Бога. Biz Allahdan aslıyıq. Простую элементарную покажу вещь. Adi bir nümunə göstərim. Растение. Bir bitki, Не помню, кто-то, я уже забыл, кто-то мне горшочек подарил с маленьким цветочком. mənə kimsə hədiyyə vermişdi, bir gül Ну, я его Габда. поставил на подоконник там дома. və mən pəncərənin önündə qoydum И знаете, вдруг я вспомнил, о, водичку надо. və birdən yadıma Цветочку düşdü ki, сделать. ona su verməliyəm. И я подумал, сверху налить. Нет, давай так сделать. Я взял, поставил блюдечко и наливал водичку сюда и стал сверху горшочек.
Və mən nəlbəkini götürürdüm, nəlbəkiyə su tökürdüm, ondan sonra bu Вдруг я gülü qoyurdum заметил, üstünə. Я ставлю горшочек на воду, Və mən bu qabı dibçəyə qoyuram nəlbəkin 3 üstünə. секунды вода, Bir neçə saniyədən sonra su bitir. цветочек пьет. Görürəm ki, gül içir. Понятное дело, он живой. Anlayıram ki, o canlıdır. И знаете, я наблюдал за цветочком, не помню, 2 недели, да, себе так строго, это, так, по утрам, о, не забудь, цветочек надо полить, да. Və 2 həftə ərzində özümə belə А потом какие-то 2-3 дня прошли, что-то, я забыл. 2 həftə mən sulayırdım hər gün. Bir neçə И gündən вдруг я sonra смотрю, unutdum. вот этот красивый цветочек с его листьями, я смотрю, все листья у него опали, пожелтели. Və gördüm ki, bu gözəl gül artıq solub, bunun yarpaqları düşüb. И когда я увидел, вау, ты что, Роша, воду цветочку не дал. Və sonra anladım ki, neçə gündür Ты mən можешь сказать, sulamıram. а что в этом есть? Və burada nəsə var. Это вот так мы. Bax, biz də eyniyik. Если Бог руку берет, Əgər Allah əlini çəksə bizdən, весь твой цвет рассыпется. sənin bütün nurun dağılacaq. Это истина. Bu həqiqətdir. Мы зависимы от Него. Biz ondan asılıyıq. Люди говорят, а я хочу быть nезависимым. İnsanlar deyirlər ki, mən heç kəsə nasıl olmaq Ну и istəmirəm. независим. Ol, Когда листики упадут, цветочек скривится, yarpaqların düşəndə, Drugo wspominаю. gülün əyiləndə, o zaman yadıma düşər. мне нужен тот, кто мне даст живительную влагу. Mənə o kəs lazımdır ki, kim ki canlı bu rütubəti verəcək. Если элементарно мы пьем, Əgər biz içiriksə, и как мы сейчас летом нуждаемся в этой воде, biz indi yayda necə ehtiyac duyuruq bu suda как нужен для тебя və sənin üçün də прикосновение Духа Божьего. vacibdir ki, Tanrının ruhu sənə toxunsun. Мы славили Бога. Biz Allahı Здесь, на izzətləndirirdik. этом месте, я переживал Бога. Burada, bu yerdə mən Allahın Yetən huzurunu prezident, yaşayırdım. on başımız aldı, on Nəinki biz burada, o bütün zalda var. И я понимаю, что Бог, Он любит нас. Və mən anlayıram ki, Allah И Он bizi никогда sevir нас не оставит, və o bizi heç vaxt tərk etməz. если мы Его в жизни не ostavляем. Əgər biz onu tərk А etməriksə. это иногда часто происходит. Lakin çox vaxtı eyni bu cür nə də baş Мудрый verir. Соломон сказал, Hikmətli Süleyman dedi. суета-сует. Deyir ki, hər şey boş şeydir. Это жизнь суета-сует. Bu həyat Сейчас собрание vurluxmalarla закончится, bağlıdır. ты немножко здесь побудешь, а потом выйдешь и опять в свою суету попадешь. Və sən bu yığıncaq bitəndən sonra çıxacaqsan və yenə də öz burulğanına düşəcəksən. Чтобы большую часть нашей жизни Və Tanrı istəyir ki, bizim həyatımızın böyük bir мы hissəsi посвящали Ему. ona həsr eləyək. В этом есть вся наша жизнь. Bizim həyatımız bundan ibarətdir. И в этом есть все благословение для Və bütün нас. xeyir dua da bizim üçün məhz bundadır. Итак, Beləliklə, люди, давайте посмотрим, так. Давайте посмотрим одну притчу. bir məsələ baxaq. Лука, 18 глава, Luka 18-ci о fəsil, которой Иисус сказал, 18 глава, давайте с 9 стиха. 9-cu ayədən oxuyaq. Сказал также о некоторых, которые были уверены о себе, что они праведны и унижали других, следующую притчу. Özlərini salih olduqlarını güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi. Два человека пошли в храм помолиться. Один фарисей, а другой мытарь. Biri farisey, digəri isə vergi yığan olan 2 nəfər dua etmək üçün məbədə girdi. И фарисей стал молиться сам себе так. Боже, благодарю Тебя, что я не таков, как прочие люди. Грабители, обидчики, прелюбодеи, или как этот мытарь. Вот он здесь рядом стоит, на него сказал. Ага. Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi. Ya Allah, sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinəkar ya da bu vergi yığan kimi deyiləm. Пощусь 2 раза в неделю, даю 10% часть из всего, что приобретаю. Həftədə 2 dəfə oruç tuturam, bütün qazandığımdan onda bir verirəm. Ага. Мытарь же стоял вдали, не смел даже поднять глаз на небо, но ударял себя в грудь, говорю, Боже, будь милостив ко мне, грешнику.
Vergi yığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə cəsarət etmirdi. Amma sinəsinə vurub hey deyirdi: "Ya Allah, məni günahkara rəhm et." Сказано, что сей пошел оправдан дом свой более, нежели тот, ибо всякий возвышающий сам себя унижен будет, а унижающий себя возвысится. Sizə deyirəm ki, o farisey yox, vergi yığan evinə salih sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutacaq, özünü aşağı tutan isə yüksələcək. Мы здесь видим, что нам Иисус показывает Biz двух görürük людей. ki, İsa bizə iki nəfəri göstərir. Фарисея и мытаря. Fariseyi, bir də ki, vergi yığanı. Фарисей – это человек религии. Farisey bu din adamıdır. Он все выполняет, O hər şey yerinə он во yetirir. всем правильный. O hər şey doğru düzgün Но edir. что-то он оставил в своей жизни. Lakin həyatında nəyisə tərk edib. А мытарь Vergi yığan isə – человек, который признает: o boynuna alır. Господи, Ya прости Rəbbim, меня. məni bağışla. Я не хочу занимать позицию гордости. Mən istəmirəm qürurlunun mövqeyini Даже tutum. фарисей показан на мытаря, не такой, как он. Hətta bu farisey vergi yığana əlini uzadır, deyir ki, ona bənzər olmaq Но istəmirəm. Иисус говорит: Lakin возвышающий İsa сам deyir, себя унижен будет. özünü yüksəldən o alçalacaq. Почему Иисус всегда так говорит? Niyə görə İsa məhz bu sözləri Он istifadə даже edir? говорит, когда ты приходишь и хочешь сесть на почетное место, не торопись сесть туда. Hətta belə bir məsəl var. İsa deyir ki, sən harasa gəldikdə özünü hörmətli yerə oturmaq istəyəndə ora oturma. Чтобы тебе не сказали: ты знаешь, пройди, сядь там. Ki səni yaxınlaşıb deməsinlər ki, buradan qalx, başqa bir yerdə Но otur. сядь где-то вдали. Lakin get uzaqda И əyləş наступит момент, к тебе подойдут и скажут: пожалуйста, пройдите вперед. və elə an gələcək ki, sənə yaxınlaşaraq deyəcəklər ki, zəhmət olmasa buyurun qabağa Что keçin. есть твое смирение? Sənin bu təvəzzükarlığın nə demək? Признание Ki sən anlayırsan своей слабости. öz zəifliyini. Бог, я завишу от тебя. Deyirsən ki, ya Rəbbim, səndən aslıyam. И знаешь, Богу проблем нет смирить человека. Və bilirsən, Allahın bir problemi yoxdur ki, insanı Но лучше человеку самому смириться. mütləşdirsin, lakin yaxşı olar ki, insan özünü təvəzzükar etsin. И видите, этот мытарь, Və bilirsən, bu vergi yığan, он говорил о том, что прости меня, Бог. o deyirdi ki, ya Rəbbi, mənə bağışla. Я gрешный человек. Mən günahkar insanam. Помилуй меня. Mənə mərhəmət et. Есть такой фильм хороший «Остров». Çox gözəl bir film var, adı Ada adlanır. В нем, в самом фильме, я увидел людей, прощающих о милости Божией. Və bu filmdə çoxlu insanlar gördüm, hansılar ki, Allahdan mərhəmət diləyirdilər. Ежедневно, Və onlar gündə, даже, можно сказать, ежечасно. demək olar ki, hər saat diləyirdilər. Мы не должны попадать в лжерелигию. Biz yalançı dinə düşməməliyik. Мы не должны попадать в лжесмирение. Yalançı təvəzzükarlığa düşməməliyik. Но мы периодически должны проверять свое сердце. Lakin vaxtaşırı biz ürəyimizi yoxlamalıyıq. Мой пастор учил меня так. Mənim pastorum məni belə öyrədirdi. Говорит: послушай, что говорят уста человека. Deyir, qulaq as, insanların dilləri nədən bəhs edir? И то, что исходит из уст этого человека, Və bu insanların dilindən çıxanlar, это и есть его сердце. məhz bu onun ürəyi deməkdir. Интересно. Çox maraqlı fikirdir. Даю тебе истину это. Sənə bu həqiqəti bağışlayıram. Что на сердце у человека, İnsanın ürəyində nə varsa, то и у него на устах. onun dilinə də o gəlir. А Иисус показал, что исходит из нашего сердца. İsa isə göstərdi ki, bizim ürəyimizdən nələr Потому что gəlir. все мы человеки. Ona görə ki, biz hamımız insanıq. Через что приходит смирение? Təvəzzükarlıq nəyin vasitəsilə gəlir? Бог смиряет человека через жизненные обстоятельства, Həyatdakı baş verən hadisələr vasitəsilə которые обнажают человеческое бессилие və onlar insanın zəifliyini üzə çıxardır и разрушают эгоизм. və eqoizmi dağıdır. Смирение не обозначает слабость. Təvəzzükar olmaq o demək deyil ki, sən zəifsən. Это признание главенствующей воли Бога. Sən boynuna alırsan ki, sənin başının üstündə Allahın iradəsi var. Да. Еще раз повторюсь. Bir dəfə də təkrar edin. Смирение не означает слабость.
təvəzzükarlıq zəiflik demək deyil. Это признание главенствующей воли Бога. Lakin sən anlayırsan ki, sənin üzərində Allahın iradəsi var. И есть основные инструменты Və əsas alətlər var божественного смирения. Allahın təvəzzükarlığında. Разные вещи приходят в нашу жизнь. Həyatımıza müxtəlif şeylər gəlir. Например, скорби и жизненные ситуации. Müxtəlif hadisələr, kədərli hadisələr ola bilər. Например, трудности, они разрушают иллюзию полного контроля над своей жизнью. Həyatında olan çətinliklər, onlar müəyyən bir ağlında yaratdığın şəkli məhv edir ki, hər şeyin üzərində məhz sənsən. Например, человек сталкивается с ситуацией, которую невозможно решить ни деньгами, ни связями. Məsəl üçün, insan elə bir hadisə ilə rastlaşa bilər ki, nə pul, nə də ki, tanışlıq onu həll edə bilməz. Болезни или физическая немощь. Hansısa fiziki çətinlik və yaxud xəstəlik. Например, телесные недуги напоминают о хрупкости и временности человеческой природы. İnsanın canı ağrıyanda artıq sən öz Телесные недуги напоминают нам о хрупкости. Хрупкие мы. Bizim bədənimiz ağrıyanda o zaman biz başa düşürük ki, biz çox zərifik. И временная мы человеческая природа. Biz insani bir təbiəti, müvəqqəti. Например, слабость заставляет отложить гордость Zəiflik gələndə sən artıq qüruru kənara çəkirsən и принимать помощь от других. və artıq başqalarından bir köməyi qəbul etməyə Что çalışırsan. мы видим? Biz nəyi görürük? Что человеки немощны. Ki, insanlar onlar Это zəifdirlər. правда или неправда? Bu elədir ya yox? Вы сильные мира сего, скажите мне. Siz deyə bilərsiniz ki, biz bu dünyanın güclüləriyik. Вы немощны Yox, biz или zəifik. нет? Yoxsa yox. Я никогда не говорю себе, о, я так... Потому что я человек. Mən insanam А человек как этот цветочек, который я поливал на окне. və insan da o gülə bənzərdir, hansılar ki, mən sulayırdım. Если бы я его не полил, Əgər mən onu а sulamasaydım, было такое время, я 3 дня не поливал, elə он gün var сразу... idi ki, 3 gün onu sulamadım, artıq Это soldu. цветочек, а O это güldür. человек. Mən isə insanam. А человек это же венец творения. İnsan isə bu yaradanın yüksəlişindədir. Я столько раз приезжал в больницы или в реанимацию. Mən o qədər xəstəxanalara, И reanimasiyalara сильные gəlmişəm мира сего və bu dünyanın qüdrətliləri лежали под простынкой, под капельницей. artıq sistem Лица altında измененные. üzləri dəyişilmiş şəkildə Никакой гордости нету. heç bir qürur yoxdur. Никакого имения нету. Золото, бриллианты не помогают. Heç bir vaxt var dövlət kömək etmir. Вот это и есть хрупкость человеческого естества. Bəs məhz bu insanın bu zəifliyi deməkdir. Церковь это правда или нет? Такое ощущение, Bu как будто я один həqiqətdir здесь ya такой. yox? Так правда это не правда? Поддержите, Bu həqiqətdir ya помахайте. yox? Аллилуйя, скажите, это правда? А то что-то я как-то говорю здесь такой, знаешь, наблюдай за мной. Он что-то не то говорит. Siz mənə elə baxırsınız, elə bil ki, mən nəyisə düz Это demirəm. правда? Bu həqiqətdir. Так правда или неправда? Это просто шевелю, смотрим, что-то здесь живые, не живые. Мы живая церковь, аминь. Biz И var давайте olan diri последнее, посмотрим, məbədik. закончим. У меня Və время. Я обещал, что вовремя закончу. mən söz vermişdim ki, vaxtında hər şey Они bitirəcəm. наблюдают, записывают. Onlar hər şeyə baxır, qeyd edir orada. Филиппийцев 2 глава. Давайте на этом Филиппилер. закончим, на хорошем примере. Çox yaxşı bir nümunədə Da. bitirək. Итак, если есть какое утешение во Христе, если есть какая отрада любви, если есть какое общение Духа, если есть какое милосердие и сострадательность. Beləliklə, Məsihdə bir ruhlandırılma məhəbbətindən yaranan bir təsəlli, ruha bir şəriklik, bir rəhm və mərhəmət varsa, То дополните мою радость, имейте одни мысли, имейте ту же любовь, будьте единодушны и единомысленны. həmfikir olub bir-birinizə eyni məhəbbəti göstərərək canbir və həmrəy olmağınızla sevincimi bütövləşdirin.
Nичего не делайте по любопрению или по тщеславию, но по смиренномудрию почитайте один другого высшим себя. Heç bir işi özünüzü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın. Не о себе только каждый заботится, но каждый о других. Və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini gütsün. Ибо у вас должны быть те же чувствования, какие во Христе Иисусе. Məsih İsa necə düşündü, siz də elə düşünün. Он, будучи образом Божьим, не почитал хищение быть равным Богу. Allah sürətində olduğu halda o özünü Allaha bərabər tutmağı bir haqq saymadı. Но он уничижил себя самого, приняв образ раба, сделавшись подобным человеку и по виду став как человек. Lakin özünü heç etdi və qul sürətinə salıb insanlara oxşar oldu, insan şəklini alıb. Смирил себя. Смирил себя. Еще раз прочитаю. Смирил себя, быв послушным даже до смерти и смерти крестной. Özünü aşağı tutdu və ölümə qədər, çarmıq üzərində ölümə qədər itayət göstərdi. Посему и Бог превознес его и дал ему имя выше всякого имени. Buna görə də Allah onu çox ucaltdı və ona lütflə bütün adlardan ali bir ad verdi. Дабы пред именем Иисуса преклонилось всякое колено, небесное, земное, преисподнее. Göydə, yerdə və yerin altında olanların hamısı İsa'nın adına ehtiram edərək diz çöksün. И всякий язык исповедовал, что Господь Иисус Христос в славу Бога Отца. Və hər dil ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin. Аллилуйя! Halleluya. Слава Богу! Tanrı izzət olsun. Итак, Beləliklə, давайте возьмем во внимание, diqqətimizi alaq. что Бог гордым противится. Tanrı qürurlara А qarşı смиренным çıxır, дает что? lakin Благодать. təvəzzükarlara Аминь. lütf verir. Церковь Божья. Конечно, за одну проповедь всех не изменишь. Bir Но все möizə ilə слышали. hamını dəyişə bilmərik, Я думаю, lakin что- hamı eşitdi. В этом есть благословение. Və mən düşünürəm ki, bunda Что xeyir все dua мы var. слышим, Ki biz hamımız eşidirik, услышали eşitdik и еще применили. və qəbul edərək icra edəcəyik. Применение всю неделю будет. Bütün həftə Бог будет ərzində работать с сердцами. icraçı Он будет olacaq və менять жизни. Tanrı ürəklərimizlə işləyəcək, həyatlarımızı dəyişdirəcək. Я сегодня не хочу вызывать и молиться. Я думаю, что Господь говорил с вашими сердцами. Mən sizi çağırıb dua etmək istəmirəm. Düşünürəm ki, Tanrı sizin ürəklərinizlə danışırdı. Просто на этой неделе сам себя спрашиваю. Özün özündən sorğula Хорошо. həftə içi. Никто тебя не знает лучше, чем ты сам себя. Heç kəs Amin. səni elə yaxşı tanımır necə ki sən özün özünü И tanıyırsan. не так, что пастора с лупами ходят и изучают людей. Bu belə Никого deyil не ki, изучают. pastorlar lupalarla gəzir, böyüdücü ilə ki, axtarıb Мы помогаем, nəyisə но tapsınlar. мы ни Biz за кем не ходим с лупой. kömək edirik, lakin biz heç kəsin Minəyəsən. ardınca Сам меняйся, gəzmirik. Biz Хорошо. özün şəxsən dəyiş. чтобы не было осла в твоей жизни. Ki sənin həyatında bu Библия uzunqulaq пишет о том, gəlməsin. что Дух Божий говорит церкви. Bibliyada yazılıb ki, Allahın ruhu kilsəyə müraciət edir. И Дух Божий говорит через Слово Öz kəlamı vasitəsilə прямо внутрь твоего сердца. sənin ürəyin А dərinliyinə. изменение уже, Dəyişmək isə, если ты хочешь этого, əgər sən özün istəyirsən bunu, если ты желаешь этого, əgər sən пожалуйста, bunu istəyirsənsə, давайте встанем на ноги, gəlin ayağımıza помолимся. qalxaq. Аллилуйя. Дуай, дай. Господь, мы просто благодарим Тебя за сегодняшнее слово. Спасибо Sənin Тебе. kəlamına görə sənə minnətdarıq. Изменяй наши жизни, Господь. Həyatlarımızı dəyiş, ya Rəbbim. Преобразовывай, Господь. Onları gözəlləşdir. Пусть то, что мы разбирали сегодня, Qoy Smireniya. nəyə baxırdıqsa, mütülük, оно принесет благодать многим людям. çoxlu lütf gətirsin insanlara. Смирение Bu Мы увидим тебя, təvəzzükarlıqda какой ты есть. biz səni görə necə sən varsan. Боже,
Ya Rəbbim, поведи нас, bizi apar, объясни нам, bizə başa sal. как отец учит своих детей. Учи Necə нас. ata öz evladlarını öyrədir, sən bizi öyrət. Потому что в этом есть твое естество. Ona görə ki, bunda sənin varlığın vardır. Если у нас есть наши дети, Əgər bizdə öz evladlarımız мы varsa, учим. hansılar ki biz öyrədirik, своими жизнями, həyatımızla, словами, sözlərimizlə, поступками, hansısa bir то hərəkətlərimizlə, мы молим и просим Тебя. o zaman dua edib səndən Учи yalvarırıq. нас, Bizi öyrət, народ Божий. Allahın xalqını. И чтобы не было так, Və elə olmasın ki, когда Ты показал Моисею sən Musaya göstərəndə о жестоковыйности народа, xalqın dikbaşlığını пусть наши сердца qoy bizim ürəklərimiz будут смягчены yumuşaq olsun. елеем Духа Святого. Müqəddəs ruhun Пусть yağı ilə прямо сейчас indi происходит изменение с нашими сердцами, bizim Сделай ürəklərimizdə dəyişikliklər baş verir. мягкими, Onları yumuşaq et. податливыми. Sənə rahat olsun Спасибо ki, тебе, onlarla Господь. işləməyə. Təşəkkür edirik Мы sənə. не хотим iметь упрямое сердце. Biz dikbaş ürəyə malik olmaq Мы istəmirik. хотим iметь мягкое, податливое сердце, Lakin yumuşaq ürəyə malik olmaq istəyirik. которое чувствительно Hansı ki həssasdır. к тихому голосу Sakit səsə, Духа Святого. müqəddəs ruhun səsinə. Спасибо тебе, Господь. Təşəkkür edirik sənə, ya Rəbb. Благодарим. Biz minnətdarıq sənə. Спасибо тебе, Дух Святой, ты здесь. Minnətdaram sənə, müqəddəs ruh, sən burdasan. Уже есть сердца, которые тебя слышат. Artıq elə ürəklər var, Благодарim hansılar ki sənə, səni Господь. eşidir. Minnətdaram sənə, ya Rəbbim. Прямо сейчас по этому залу люди, İndi bu yerdə Слышат zalda себя. insanlar səni они eşidir. увидели себя, Onlar özlərini gördülər. они приняли решение Onlar изменяться. qərara Спасибо aldılar тебе, ki, Дух Святой, ты прямо dəyişiləcəklər. сейчас работаешь с сердцами Minnətdaram людей. sənə, sən insanların невидимая ürəkləri ilə работа. işləyirsən. Bu görünməz bir işdir. Это не внешняя работа, Bu- это внутренняя работа. Xaricdən görünən bir iş deyil, bu daxili Это işdir. даже лучше, чем самый высококвалифицированный кардиохирург. Bu ən yüksək təbəqəli ürək həkimi işindən də artıqdır. оно прямо сейчас исцеляет. Məhz indi şəfa verir. И как написано, ты сказал, обрежьте крайную плоть. Və sən necə yazmısan kəlamında Прямо ürəyinizi сейчас sünnət ты edin. обрезаешь эти İndi сердца. sən o ürəkləri Спасибо тебе, sünnətləyirsən. Təşəkkür edirəm sənə, ya Спасибо Rəbbim. тебе, Господь. Təşəkkür edirəm sənə. Благодарим тебя. Minnətdaram Hallelujah. sənə. Hallelujah. Мы твой народ, Biz sənin и xalqınıq мы смиряемся перед тобой. və sənin qarşında У təvəzzükar нас не dururuq. упругие шеи, у нас смирение. Bizim boynumuz kobud deyil, lakin biz смиряемся təvəzzükar olmaq tobой. istəyirik sənin qarşında. И позволь нам сделать больше, Və даже icazə ver чем ki, мы предполагаем. istədiyimizdən də artığını edə Спасибо bilək. тебе, Господь. Təşəkkür edirik sənə, Спасибо, ya Rəbb. драгоценный наш Бог. Dəyərli Allahımız. Аллилуйя. Hallelujah. Аминь. Amin. Аминь. Amin. Слава Господу. Tanrı izzət olsun. Хотел пригласить людей, которые первый раз пришли, хотел особо за вас помолиться. Если вы эти люди, кто первый раз пришел, никогда Əgər Иисуса burada не insanlar var, принимали, hansılar ki ilk dəfə Проходите gəlib, heç сюда, vaxt я за İsa вас Məsihi помолюсь. ürəklərinə Особо. Есть dəvət такие люди, etməyiblər. да, вот. İnsanlar Да, вот, hansılar ki ilk пожалуйста. dəfə gəlib və Да, Məsihi проходите, ürəklərinə пожалуйста, dəvət проходите. Да, etməyiblər. и кто их привел, тоже проходите. Да, Хошка, да, здравствуйте. Здравствуйте, как вас звать? Xoş gəldiniz. Azerbaycan dilinde değil, değil mi? Azerbaycanca da bilir. Adınız neydi? Камаля. Laf yaxşı, hoşdur. Элада, очень приятно. Иран, очень приятно. Как? Хижран, о, как хорошо. Да, если можно, вот так встаньте, пожалуйста, вот так, лицом ко мне, пожалуйста. Üzünüzlə bizə tərəf. Вы вот тоже встаньте сюда, пожалуйста. Zəhmət olmasa. Вот так. Aha. Да, Bu мы cürdən. будем сейчас молиться. Может, еще кто-то есть. Yenə də kimsə var ola bilsin люди ki, какие-то есть, которые, ну, İlk первый dəfə раз. gələn insanlar, kimlər ki Особая Tanrı ilə молитва. barışmayıb. Благословляем их. Аминь. Bu xüsusi bir duadır, xeyir dua duası. И в этой молитве Və мы bu попросим у duada Бога, biz Allahdan xahiş eləyəcəyik ki, чтобы Он нам простил наши грехи o bağışlasın bizim günahlarımızı и вошел в нашу жизнь. və bizim həyatımıza daxil olsun. Можно так?
olar. Помолимся? Dua edək Я буду sizinlə говорить на bərabər. русском, а на азербайджанском. Rus dilində danışacağam, mən isə И вместе Azərbaycan помолимся. dilində. Хорошо? Ну ничего, помолимся вместе. Давайте Bir yerdə помолимся. dua Аминь. edəcəyik. Давайте закроем глаза, Gəlin поднимем руки. gözlərimizi Церковь нам тоже yumaq, поможет. əllərimizi qaldıraq və kilsə də bizə kömək edəcək. Давайте скажем такие слова. Belə bir sözləri səsləndirmək lazımdır. Dорогой Господь, Əziz Rəbb, сегодня на этом месте bu günləri bu yerdə я признаю себя. mən boynuma Как alıram грешника. ki, mən günahkaram. Я нуждаюсь. Mənim ehtiyacım var. Прощение грехов. Günahlarımı bağışlayasan. Иисус Христос. İsa Məsih, Я верю, mən inanıram. что Ты умер за мои грехи. Sən mənim günahlarıma görə И öldün на третий день və üçüncü gün Ты воскрес. sən dirildin. Иисус Христос, İsa Məsih, я открываю свое сердце mən ürəyimi açıram и свою жизнь və həyatımı для Тебя. sənin üçün Войди в мою жизнь. mənim həyatıma daxil Стань ol. моим Господом. Mənim Rəbbim, Стань моим mənim Спасителем. xilaskarım ol. Стань моим Богом. Mənim Allahım ol. Спасибо Тебе, Иисус. Təşəkkür edirəm sənə Веди İsa. меня в этой жизни. Bu həyatda sən məni spasi apar məni. və məni xilas et. Благодарю Тебя. Minnətdaram sənə. Halleluya. Haleluya. Аминь. Amin. Аминь. Аминь. Amin. Аллилуйя. Amin. Слава Богу. Tanrı Тәбrik izzət ediyoruz olsun. sizi. Поздравляем. Давайте мы за них помолимся, Biz sizi благословим. təbrik их. Аминь. eləyirik. Biz sizə görə dua Давайте, edəcəyik. Sizə Ольга, xeyir dua. Закройте глаза. Аллилуйя. Господь, мы благословляем нашу Ya Rəbb, сестру. xeyirdalandırırıq bizim Благодарим Тебя за bacımızı. Твою работу с ее сердцем, с ее жизнью. Благословляем ее. Это начало, Xeyirdalandırırıq. Bu Господь. başlanğıcdır ya Прекрасное Rəbb. начало в Bu Иисусе Христе. gözəl bir başlanğıcdır Помоги İsa во Məsihdə. всем, в Ona жизненных kömək elə hər ситуациях. şeydə, həyatındakı bütün Отведи всякие vəziyyətlərdə. болезни от ее Bütün тела. xəstəlikləri onların Благослови. onun həyatından Отец uzaqlaşdır. Небесный, İsa во Məsihin имя ismi Иисуса. ilə. İsa Məsihin Также ismi мы ilə. молимся, Həmçinin biz za dua našu edirik sestru. bizim bacımıza görə. благословляем ее, Onu Господь. xeyirdalandırırıq ya Rəbb. Спасибо Тебе за ее Təşəkkür edirik. рождение свыше. Onun səmadan doğulmasına görə minnətdarıq verim, Gospodь. və biz inanırıq ya Ты Rəbbim. будешь ей помогать. Sən ona kömək edəcəksən. Благословляйте. Onu xeyirdalandıracaqsan. Спасибо Тебе, Господь. Təşəkkür edirik sənə. Аллилуйя. Haleluya. Аминь. Amin. Господь, мы благословляем наших сестер, Ya Rəbbim, Господь. biz bacılarımıza xeyir Мы dua просто veririk благодарим Тебя, və biz Господь, sənə minnətdarıq ya за Твое Rəbbim. прикосновение к Sənin их toxunuşuna жизни. görə onların həyatında Спасибо Тебе, Господь. təşəkkür edirik sənə ya Веди Rəbbim. их, помогай им, Onları Господь. apar, sən idarə elə, sən kömək et. Благоволи к их жизни. Lütfünü göstər. Пусть Твоя крепкая рука будет Qoy на sənin их жизни. qüdrətlərin onların üzərində Благословляем. olsun. Biz xeyirdalandırırıq. Мы благословляем всех сестер во Və имя bütün Отца, bacıları xeyirdalandırırıq. Сына и Ata, Святого oğul və Духа. müqəddəs ruh adı Amin. naminə dua edirdik. Amin. Вот Октай есть, брат наш, проходите. Он Oktay вам qardaş кое-какие var. подарочки даст. Zəhmət Хорошо? olmasa onun ardınca Церковь keçərdiniz. возрадовалась. Və bütün kilsə sevindi. Да, идем помолимся. Да. Мы будем завершать Biz служение bitiririk наше. xidmətimizi. И давайте помолимся, gəlin благословим. dua Аллилуйя. edək. Господь, во имя Иисуса Христа, Ya Rəbbim, спасибо Ata, Тебе за sən все, что Ты делаешь. təşəkkür edirəm hər şeyə, nəyə ki sən Мы будем edirsən. славить Тебя Biz сейчас, səni izzətləndirəcəyik indi. Поклоняться тебе, Sənə Господь. səcdə edəcəyik. потому что Ты достоин Ona всего görə ki этого. sən layiqsən bunlara. Спасибо тебе. Təşəkkür edirik sənə. Спасибо за даяние сегодняшнее. Bugünkü iyanələrə görə minnətdarıq. Спасибо за людей, которые спаслись. İnsanlara görə hansılar ki xilas oldular Мы minnətdarıq. живая церковь, Господь, Biz diri məbədik. которая проповедует Hansı ki Евангелие müjdəni təbliğ edir и приносит свет в этот народ. və bu xalqa nur gətirir. Спасибо тебе, Господь. Təşəkkür edirik sənə ya Rəbbim. Halleluya. Halleluya. Amin. Аминь. Слава Господу. Tanrıya izzət olsun. Народ, прежде чем мы уйдем, мы должны Бога прославить. Аминь. Getməmişdən öncə Rəbbi Stansuємо перед izzətləndirməliyik. Богом, да? Gəlin Rəbb qarşısında Прославление поможет. rəqs edək.